Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala khatemen nebiyyin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike lah. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Ve ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli kardeşler. Ve ben de böyüklerin təbrikine qoşularaq təbrik edirəm və Muhammed sallallahu aleyhi və səlləmin etdiyi dua ilə dua edirəm ki, Barakallahu ləkə və barakə aleykə və cəmə beynəkumə fi xeyr. Allah sizə bərəkət versin, mübarək etsin və Allah subhanahu və taala hər ikinizi xeyir üzərində cəm etsin. Allahumma amin. Və Allah subhanahu və taalaya həmd olsun, sənalar olsun ki, gözəl bir gündə toy məclisində cəm olmuşuq. Elhamdülillah bizi burada cəm edən Allah Azza və Cəllənin dinidir. Və Allahın dini sayəsində biz qardaş olduq, bir yerdə cəm olduq. Həmd olsun Rəbbimizə və gözəl bir məclisdə, toy məclisindəyik. Və baxsan Quran-ı Kərimə, görərsən ki, Allah Subhanahu və Taala evlənməyə təşviq edir. Və buyurur ki, وَاَنْكِهُ الْاَيَامَ El-Aya. Aranızda olan subay kişiləri evləndirin deyir Allah Subhanahu wa Taala. Və həmçinin baxsan Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin mübarək sünnəsinə eyni ilə görərsən ki, Allah Rasulü evlənməyə təşviq edir. Və buyurur ki, Mən istəta'a minkumul bəətə fəliyyətəzəvvəc. Sizdən kimin evlənməyə gücü çatırsa fəliyyətəzəvvəc, qoy evlənsin. Və bu bizə kifayətdir ki, Allah Subhanahu wa Taala və Rasulü Muhammed sallallahu aleyhi və səlləm evliliyə dəvət edir. Və İmam Qurtubi rahimehullah təfsirində buyurur ki, evlənmək Peyğəmbərlərin sünnəsindəndir. Allah Subhanahu wa Taala bu toy məclisin xeyirli etsin, bərəkətli etsin. Və evlənmək, yəni evliliklə vəzifə bitmir. Müminin vəzifəsi bitmir. Əksinə əsas elə evlilikdən sonra başlayır. O da nədir? Ailəni qorumaqdır. Dağılmağa qoymamaqdır. Əsas iş evlilikdən sonra başlayır. Və evlənmək baxsan asan, onu qorumaq isə çox çətindir. Buna görə də hər bir ailə başçısının üzərinə düşən mühüm vəzifədir ki, ailəsini qorusun və ailə münasibətlərinə fikir versin. Və buna da bizlərə, dəyərli qardaşlar, müsəlmanlar, Allah Subhanahu wa Taala'nın Quranı, mübarək kəlamı nümunədir. Allah Subhanahu wa Taala mübarək kəlamında buyurur ki, وَاَشِرُهُنَّ بِالْمَعْرُوفِ. Qadınlarla xoş rəftar edin. Bu Rəbbimizin bizə öyrətdiyi bir qaydadır. Ki, Rəbbimiz buyurur ki, onlarla xoş rəftar edin və həmçinin mübarək sünniyə, Allah Rasulunun Muhammed sallallahu aleyhi və səlləmin yoluna baxsan, görərsən ki, Allah Rasulü da eyni ilə tövsiyə edir ki, qadınlara yaxşılıq edin, onlarla yaxşı rəftar edin. Necə ki, vida xütbəsində Allah Rasulü buyurur ki, qadınlarınıza xoş rəftar edin. Və hər biri Quran və sünnə bizləri qadınla gözəl rəftar etməyə çağırır. Və bu barədə yaxşı olar ki, Şeyx Abdullah ibn Abdurrahim Əl-Buxari Hafizahullahın böyük İslam alimlərindəndir, Allah onu qorusun. Mədinə İslam Universitetinin böyük şeyxlərindəndir, müəllimlərindəndir. Onun nəsihətini çatdırmaq istərdim. Şeyx وَاَشِرُهُنَّ بِالْمَعْرُوف ayəsindən faydalar çıxarır. Qadınlarla xoş rəftar edin. Şeyx deyir ki, bu bir neçə amili özündə əhatə edir. Və qadınlarla xoş rəftardan sayılır ki, sən öz həyat yoldaşına Allahın dinini öyrədəsən. Yəni, sənin yoldaşına Allahın dinini öyrətməyin, bu ona olan xoş rəftardan sayılır. Və şeyx sözünün ardınca dəlil gətirir. Səhih Buxari və Müslimdə keçən hədisi. Alimlər belədirlər. Alimlər şərh edirlər və sözlərində
Allah subhanahu wa ta'ala belə dedi. Resulü Muhammed sallallahu aleyhi ve sellem belə dedi. Bu cür danışırlar. Bizləri tərbiyə edirlər ki, danışığımızda dəlillə danışaq. Və Şeyh Buxari dəlil gətirir sünnədən, buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Malik İbn-i Hüveyris radiyallahu anhu və onunla bərabər olan sahabələrə nəsiyyət edir. Və onlara Allah Resulü söyləyir ki, ailənizin yanına qaydın. Onlarla bərabər yaşayın. Onlara Allah'ın dinini öyrədin və onlara nəsiyyət edin. Bu Peyğəmbər sallallahu aleyhi ve sellemin nəsiyyətidir. Sahabələrinə ki, öz bildiklərinizi Allah'ın dinindən öz yoldaşlarınıza da öyrədin. Evinizə də, əhlinizə də öyrədin. Və Şeyh Buxari Hafizahullah buyurur ki, bu da qadına olan xoş rəftardan sayılır. Və həmçinin Şeyh deyir ki, buna görə də kişiyə öz həyat yoldaşına dinin əmirlərini, onun əsaslarını, iman və İslamın rükunlarını, ibadət etməyin əhkamlarını, xüsusən də namazı öyrətməlidir. Kişi öz yoldaşına namazı öyrətməlidir. Vaxtında qılmağı öyrətməlidir. Gecə namazına qaldırmalıdır. Həris eləməlidir onu Allaha olan itaətdə, vaxtında qılmaqda. Və həmçinin Şeyh buyurur ki, əgər kişi öz ailəsində elm öyrətməyə gücü çatmırsa, yəni cahildirsə, şəriət elmindən öz yoldaşına elm öyrənməyə mane olmamalıdır. Əksinə, ona şərait açmalıdır ki, öz zövcəsi Allahın dinindən öyrənsin. Şeyh Buxari deyir ki, belə olduğu halda qadın öyrənəcək, bu onun özü üçün də faydalı olacaq, onun əri üçün də faydalı olacaq və övladlarına, ailəsinə faydası dəyəcəkdir. Əgər özündə elm yoxdursa, o zaman yoldaşına mane olmamalısan. Zövcənə mane olmamalısan ki, Allahın dinini öyrənsin o da. Və Şeyh Buxari həmçinin gətirir, Dahhak və Muqatil, Allah onlardan razı olsun, belə söyləmişlər. Hər bir müsəlmanın öz yaxınlarına, kənizlərinə, xidmətçilərinə Allahın onlara fərz etdiklərini və qadağan etdiklərini öyrətməsi vacibdir. Hər bir müsəlmana. Və bu da Allah Subhanahu wa Ta'ala'nın bu ayəsində cəm olmuşdur. Uca Allah buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, qu ənfusəkum və əhlikum nəra, və quduhən-nəsu vəl-hicara. Ey iman gətirənlər, yanacağı daşlar və insanlar olan cəhənnəmdən özünüzü və əhlinizi, ailənizi qoruyun. Bax ki, Allah Subhanahu wa Ta'ala sənə əmr edir, özünü və əhl-i beytini qorumağı. Yəni, tək kifayət etmir ki, deyəsən ki, mən namaz qıldım, ibadət elədim, dini öyrəndim, bu mənə bəsdir. Xeyr, ailə başçısının üzərinə vacibdir ki, onu ailəsinə də öyrətsin. Və həmçinin İmam Təbəri Rahiməllah təfsirində gətirir ki, Qatədə Rahiməllah söyləyir, Allahın əmirlərinə uyğun olaraq ailənə Allaha itaət etmələrini əmr et və onlara bu işdə kömək etkinə. Əgər ailəndə Allaha asi olan əməllər görsən, bu halda onları danla və bu asilikdən ailəni çəkindirginə. Və Şeyh deyir ki, Şeyh Buxari Hafizahullah, bu təlim kişinin öz xanımını və ailəsini öyrətməsi uca Allahın bu ayəsindədir. Uca Allah buyurur ki, وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ. Yaxşılıq etməkdə, Allahdan qorxmaqda bir-birinizə yardımlaşın. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə kömək etməyin. Uca Rəbbimiz bizə bunu əmr edir. Və həmçinin Şeyh buyurur ki, əgər kişinin öz həyat yoldaşının yeməyi və içməyi barədə soruşması onun üçün haqdırsa, yəni haqqı varsa, belə olduğu halda qadından onun dinin soruşması daha haqlıdır. Yəni, əgər kişi yoldaşından yemək içməyi soruşmağa haqqı varsa, dini soruşmağa daha haqlıdır ki, ondan soruşsun ki,
namazı kıldığın vaxtında, orucu tuttun, Kur'an'dan bugün ne okudun? Bax bunları ailəndən tələb etməyin, ailənə öyrətməyin sənin qadına olan xoş rəftardan sayılır. Bax ki, yekin olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmdən yenə Şeyx Abdullah Buxari dəlil gətirir. Hafizahullah. Buyurur ki, Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm Ayşə'yə nə dedi? Radiyallahu anhiyə, möminlərin anasına. Dedi ki, Qalə Qumi fəvtiri ya Ayşə. Ey Ayşə, qalx vitr namazını qıl. Allah Resulü Ayşə namaz deyir ki, vitri qılmağa qalxanda mən uzanmış olurdum və Peyğəmbər sallallahu aleyhi ve sellem məni ayıldır ki, qalx vitri qılcına. Şeyx deyir ki, bax bu xeyir əməlləri, dinini qadına öyrətməyin, ondan tələb etməyin, ona olan xoş rəftardan, münasibətdən sayılır. Və Allah subhanahu ta'aladan istəyirəm ki, uca Allah bizləri eşidib, əməl etməyə, faydalanmağı bizlərə nəsib etsin. Həqiqətən biz eşidirik, əgər eşitdiyimiz şeylərə əməl etməsək, vallahi ki, bərəkət olmayacaq. Bərəkət o zaman olacaq ki, biz artıq bildiklərimizi öz həyatımıza tətbiq edirik. Allahdan müvəffəqiyyət istəyirəm, həqiqətən müvəffəqiyyət Allahdandır. Allah subhanahu ta'ala bu məclisi xeyirli, bərəkətli etsin, mübarək etsin. أقول ما تسمعون استغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب واستغفروه إنه هو الغفور